Bakı Moskvadan hansı addımları gözləyir? Ekspert. Zəngəzurda müharibə üçün hərəkətə keçdilər. Akopyan. Əliyevlə Paşinyanın 2 ayda 4-cü görüşü. Ekspert. Rusiya nə qədər səfeh olmalıdır ki, Rutte. Şəhərdə döyüşlər gedir. Ruslar irəliləyir. Polkovnik. Əhaliyə şad xəbər, maaş və pensiyalar artacaq bu tarixdə. Azərbaycan və Rusiya münasibətləri hazırda yeni mərhələyə qədəm qoyur və bu münasibətlər praqmatik əsasda yenidən formalaşdırılır. Hazırda əsas məqsəd iki ölkə arasında əməkdaşlığın qarşılıqlı hörmət və bərabərlik prinsipləri əsasında davam etdirilməsidir. Bu sözləri Xar TV-yə açıqlamasında politoloq İlqar Vəlizadə iki ölkə liderlərinin 9 oktyabrda Düşənbədə görüşünü şərh edərkən deyib. Politoloqun sözlərinə görə Azal təyyarəsinin qəzası ilə bağlı bütün məsələlər hələ tam həllini tapmayıb. Biz həm kompensasiyanın ödənilməsini, həm də bu cinayətdə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını gözləyirik və yaxın aylarda bunun baş verəcəyinə ümid edirik. Digər tərəfdən, Rusiyada azərbaycanlılara qarşı təzyiqlərin azalacağını və bu kimi halların tamamilə aradan qalxacağını gözləyirik. Həmçinin Rusiyanın bəzi informasiya vasitələrində aparılan anti-Azərbaycan təbliğatına son qoyulacağı da gözləntilər içərisindədir. Hazırda bütün bunlarla bağlı vəziyyəti izləyirik. Bununla belə qeyd etmək lazımdır ki, tərəflər münasibətlərin yeni mərhələsinə qədəm qoyur. Ekspert bildirib ki, təhlükəsizlik məsələləri bu münasibətlərin əsas prioritetlərindəndir. Vəlizadə qeyd edib ki, iqtisadi əməkdaşlıq və birgə layihələr iki ölkə münasibətlərinin mühüm dayağıdır. Şimal-Cənub layihəsi, enerji və logistika sahəsində həyata keçirilən təşəbbüslər təkcə Azərbaycan və Rusiya üçün deyil, bütün region üçün strateji əhəmiyyət daşıyır. Bugün Azərbaycan-Rusiya əlaqələri artıq regional təhlükəsizliyin təminində əsas strateji amil kimi çıxış edir və qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq gələcəkdə daha da dərinləşəcək. Bugün Ermənistanda Rusiya ilə bağlı iki fikir hakimdir. Bunu erməni jurnalist Tatul Akopyan qeyd edib. Birincisi, Rusiya artıq Cənubi Qafqazdan əlini çəkib və bir daha qayıtmayacaq ya da qayıtmağa qadir deyil. İkincisi, 2020-ci il 9 noyabra dönmək üçün hər şeyi etməliyik. Daha doğrusu, Zəngəzur dəhlizini Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpdan alıb Moskvaya verməliyik. Amma regionumuzda Rusiyanın aktivliyinin azalması ilə bağlı xəbərlər şişirdilib və reallığa uyğun deyil. Cənubi Qafqazda hələ də Rus qoşunları mövcuddur. 100 il əvvəl də Çar Rusiyasının regiondan çəkilməsi istiqamətində eyni düşüncə vardı. Bir neçə ay sonra onlar Bolşevik adı ilə döndü və Cənubi Qafqazı uddu. Akopyan vurğulayıb. Jurnalist bildirib ki, hazırda bəzi gizli Rusiya yönlü qüvvələr Vaşinqtonun ilkin razılaşmalarını pozmaq üçün çalışırlar. Onlar Rusiya prezidenti Vladimir Putin, Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın imzaladığı bəyanatı təslim aktı adlandırırdılar. Ən azı iki şeyi xatırlamaq lazımdır. Birincisi, Trump, Əliyev, Paşinyan razılaşmaları iflasa uğrayarsa, bu daha pis nəticələnəcək. İkincisi, Vaşinqton razılaşmalarının yarımçıq qalması yeni müharibənin qapısını açacaq. Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatları prezidenti Donald Trumpın vasitəçiliyi ilə avqustun 8-də Vaşinqtonda görüşdükdən və sülh sazişini parafladıqdan sonraki 2 ay ərzində 4 dəfə görüşüb fikir mübadiləsi aparmaq imkanı qazanıblar. İki ölkənin liderləri Şanxay Əməkdaşlıq Təşkilatı, Avropa Siyasi Birliyi, Müstəqil Dövlətlər Birliyi və Misirdə Yaxın Şərq Sülh Sammitində iştirak ediblər və fürsətdən istifadə edərək fikir mübadiləsi aparıblar. Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib. İlin sonuna qədər iki liderin digər tədbirlərdə iştirakı da mümkündür və bu, onlara fikir mübadiləsini davam etdirmək imkanı yaradacaq. Bu dialoq Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması baxımından faydalıdır. Erməni radikallar Nikol Paşinyanın İlham Əliyevlə artan təmaslarından narahat olsalar da, buna qarşı argumentləri yoxdur. Çünki bu görüşlər Ermənistanın maraqlarına ziddir. Kimi məntiqsiz açıqlamaların onların işinə yaramayacağını anlayırlar. O vurğulayıb. Rusiya nə qədər səfeh olmalıdır ki, NATOya hücum etsin? Bu barədə NATO baş katibi Mark Rutte deyib.
O bildirib ki, belə bir hücum alyansla Rusiya arasında açıq münaqişə demək olacaq. Ümid edirik ki, bu heç vaxt baş verməz. Rutte əlavə edib ki, Rusiya və NATO arasında mümkün müharibə Ukraynadakı savaşdan fərqli olardı. Bu, bir çox səbəbə görə Rusiya və Ukrayna arasındakı müharibədən fərqli olardı. İndi ətraflı izah edə bilmirəm, çünki biz onlara informasiya üstünlüyü vermək istəmirik. Xarkov vilayətinin Kupyansk rayonundakı vəziyyət cəbhədəki Ukrayna ordusu üçün çox ağırdır. Bunu Ukrayna Silahlı Qüvvələrinin ehtiyatlı olan polkovniki Vladislav Seleznev deyib. O qeyd edib ki, düşmən şəhəri tamamilə ələ keçirməyə cəhdlərini davam etdirir. Onun sözlərinə görə düşmənin bilavasitə Kupyanskda hərəkətinə daha çox diqqət yetirmək lazımdır. Polkovnik bildirib ki, hazırda şəhər daxilində döyüşlər gedir. Ruslar yavaş da olsa irəliləyir. Vəziyyətin ciddiliyi ondadır ki, düşmən bu yaşayış məntəqəsini tam zəbt etmək üçün səylərini davam etdirir. Çünki onlar üçün təkcə Kupyansk deyil, həm də Kupyansk-Uzlovaya nəzarəti ələ keçirmək çox vacibdir. Düşmən üçün maddi-texniki təminat prioritet məsələdir. Azərbaycanda 2026-cı ilin yanvar ayında əmək haqqı və pensiyaların artımı ilə bağlı gözləntilər yüksəkdir. Paralel olaraq digər sahələrdə də bahalaşmanın olacağı müzakirə edilir. Qlobal Infoaza danışan iqtisadçı Asif İbrahimov deyib ki, hər il Azərbaycan əmək pensiyalarında müəyyən faizlə indeksləşmə həyata keçirilir və artım olur. Məsələn, 2025-ci ilin yanvar ayında pensiyalarda 8,1% artım müşahidə olundu. Bu, mövcud inflyasiya nəzərə alınmaqla aparılır. Rəsmi inflyasiya təxminən 7% olduğu halda belə qərar verilib. Lakin orada statistik vətəndaş da qiymətlərin rəsmi inflyasiya göstəricilərindən yüksək olduğunu görür. Məsələn, əvvəllər 16 manata olan yağ indi 22-25 manata satılır. Quzu ətinin qiyməti isə 25 manata qədər qalxıb. Belə hallar vətəndaşların büdcəsinə ciddi təsir edir və diqqətə alınmalıdır. İqtisadçı xatırladıb ki, 2025-ci ildə minimum əmək haqqı və pensiya məbləği artırıldı. Növbəti il də gözlənilir. Minimum həyat standartları nəzərə alınmalıdır. Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra sosial təminatla bağlı müəyyən tələblərə uyğunlaşmalıdır. Məsələn, Avropa standartlarına görə orta əmək haqqının minimum maaşa nisbəti 60%-dən aşağı olmamalıdır. Ölkəmizdə bu göstərici təxminən 36-37%-dir. Yəni Avropa standartlarından geri qalmaq deməkdir. Standartlara uyğunlaşmaq üçün minimum əmək haqqı 550 manat və daha çox olmalıdır. İbrahimov kommunal xidmətlərlə də qiymət artımının qaçılmaz olduğunu bildirib. Bu il istilik, su və dizel yanacağının qiymətlərində dəyişikliklər baş verdi. Mümkün artımlar da bu reallığa uyğun tənzimlənməlidir. 2026-cı ilin yanvar ayında hökumətin əmək pensiyaları barədə qərar verəcəyinə şübhə yoxdur.